Bu tipli cümlələrdə mübtəda ilə tamamlığı qarışdırırsan, hansının mübtəda, hansının tamamlıq olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirsən, elə isə bu videoya diqqətlə bax. Əvvəla bilmək lazımdır ki, bir sadə cümlədə ancaq bir mübtəda ola bilər. Mübtədanı tapmısansa və quruluş etibarı ilə görünüşünə görə mübtədaya çox bənzəyən başqa bir söz varsa, deməli o başqa bir cümlə üzvü olacaq. Əgər mübtədanı tapmısansa, bir sadə cümlədə iki mübtəda olmayacağına görə o nəysə başqa bir cümlə üzvü olacaq. Birinci cümləyə baxaq. Birinci cümlədə anam sözü kim sualına cavab verir. Plov sözü nə sualına cavab verir. Əslində kim və nə sualları hər ikisi mübtədanın sualıdır. Amma baxmaq lazımdır ki, görək hələ bu sözün hansı mübtədadır, hansı başqa cümlə üzvüdür. Çünki bu sadə cümlədir və bunlardan biri mübtəda olacaq, biri isə başqa bir cümlə üzvü olacaq. Birinci təhlil eləməyə başlayaq, xəbəri tapaq. Bişirdi. İndi sual verirəm. Kim bişirdi? Hərəkəti kim icra eləyir bu cümlədə? Yəni, bişirən kimdir? Bişirən anamdır, düzdür. Yəni, hərəkətin subyekti anam olacaq. Deməli, bu cümlənin mübtədası anam sözüdür. Subyekt sözü biz subyekti izah eləyəndə demişdik ki, subyekt adətən cümlədə hərəkəti icra eləyən şəxsdir və mübtədaya bərabər olur. Bu cümlədə də hərəkəti icra eləyən şəxs anam sözüdür. Deməli, bu cümlənin mübtədası anamdır. Bəs yaxşı, plov sözü nə sualına cavab verir? Bəs bu hansı cümlə üzvüdür? İndi plov sözünə başqa bir sual da verək. Görünüş etibarı ilə adlı hala çox bənzəyir və adlı halın sualına da cavab verir. Amma biz onu başqa bir sözlə əvəz eləyərək, onun başqa bir sual veririk. Məsələn, buraya yazırıq onu və yaxud bunu sözlərindən birini yazırıq. Təsirli halda olan şəxs əvəzliyi yazırıq. Məsələn, anam onu bişirdi. Nəyi bişirdi? Deməli, həm burada plov sözü həm nə sualına cavab verir, həm nəyi sualına cavab verir. Çünki bu söz qeyri-müəyyən təsirli halda olan sözdür və qeyri-müəyyən təsirli hal görünüş etibarı ilə adlı hala çox bənzədiyi üçün biz onu bəzən adlı halla qarışdırırıq. Ona görə də bilmək lazımdır ki, bu cümlədə plov sözü qeyri-müəyyən təsirli haldadır və cümlənin tamamlığı vəzifəsindədir. Anam nəyi bişirdi? Plovu. İkinci cümləyə baxaq. Mən zoğal mürəbbəsi yedim. Əvvəla sözün sonundakı, feilin sonundakı şəxs sonluğuna baxanda bilirik ki, burada hərəkəti kim icra eləyir? Mən icra eləyirəm. Yedim. Birinci şəxsin təkinə aid şəxs sonluğu verilib. Deməli, bu cümləni şəxs sonluğunu tapdınsa, yəni şəxs sonluğu birinci şəxsin təkinə aiddir, cəminə aiddir və yaxud ikinci şəxsin təkinə, cəminə aiddir. O deməkdir ki, bu cümləni idarə edən şəxs, icra edən şəxs həmin o şəxsdir. Yəni, yedim sözü birinci şəxsin təkinə aiddirsə, deməli, bu cümlədə hərəkəti birinci şəxsin təki icra edir. Yedim, kim? Mən. Cümlənin mübtədasını tapdıq. Kim sualına cavab verir? Deməli, zoğal mürəbbəsi birləşməsi nə sualına cavab versə də, mən nə yedim? Amma cümlənin mübtədası deyil. Yenə də bayaqki üsuldan istifadə edirik. Mən onu yedim. Və yaxud mən bunu yedim. Yenə də təsirli hallı olan şəxs əvəzi ilə əvəz elədik. Mən nəyi yedim? Bu söz həm nə sualına cavab verir, həm də nəyi sualına cavab verir. Deməli, buradakı birləşmə, ismi birləşmə qeyri-müəyyən təsirli haldadır və cümlənin tamamlığı vəzifəsindədir. Mən nəyi yedim? Zoğal mürəbbəsini. Yemək bişirdim. Bu cümlədə mübtəda əslində yoxdur. İlk baxışda elə görünür ki, yemək sözü bu cümlənin mübtədasıdır. Amma bişirdim sözünə nəzər salanda görürük ki, burada birinci şəxsin təkinin şəxs sonluğu var. Birinci şəxsin təkinin şəxs sonluğu varsa, deməli burada yemək sözü heç vaxt mübtəda ola bilməz. Çünki yemək sözü üçüncü şəxsdir. Amma bişirdim sözü birinci şəxsi bildirir. Kimin yemək bişirməyindən söhbət gedir? Mənim yemək bişirməyimdən söhbət gedir. Bişirdim mən. Cümlədə mübtəda yoxdur. Mən nəyi bişirdim? Bu söz həm nə sualına cavab verir, həm nəyi sualına cavab verir. Mən onu bişirdim və yaxud onu bişirdim, bunu bişirdim.
Deməli, buradakı yemək sözü heç də cümlənin mübtədası deyil. Mübtəda cümlədə yoxdur. Əgər olsaydı mən əvəzliyi olacaqdı. Yemək bişdi. İndi sual verir bura. Bişdi sözü xəbərdir, düzdür? Nə bişdi? Yemək. İndi burada yemək bişdi, onu bişdi, bunu bişdi. Onu və bunu sözlərindən istifadə eləyə bilirik. Xeyr, cümlə məntiqi cəhətdən də heç uyğun gəlmir. Bu sözlərdən istifadə eləyə bilmədik. Deməli, buradakı yemək sözü, bayaqki cümlədə yemək sözü tamamlığı idi. Amma burada artıq nə olacaq? Mübtəda olacaq. Çünki bu sözlərlə əvəz eləyə bilmədik. Gül dərdim. Dərdim sözünə baxırıq. Dərdim sözündə nə var? Şəxs sonluğu var. Dərdim sözü deməli bilirik ki, burada hərəkəti icra edən birinci şəxsin təkidir. Birinci şəxsin təkidirsə, mübtəda cümlədə yoxdursa, deməli bu cümlənin mübtədası yoxdur. Əgər olsaydı belə olacaqdı. Mən gül dərdim, mübtəda olsaydı. Amma burada mübtəda yoxdur. Yenə də onu və bunu sözlərindən əvəz istifadə eləyərək onu dərdim, bunu dərdim. Bu söz həm nə sualına cavab verir, həm də nəyi sualına cavab verir. Qeyri-müəyyən təsirli halda cümlədə tamamlıq vəzifəsindədir. Digər cümləyə baxaq. Gözəldir. Nə gözəldir? Gül gözəldir. İndi burada onu və bunu sözlərindən istifadə eləyək. Onu gözəldir, bunu gözəldir. Demək olmaz. Deyə bilmədiyimizə görə də bu söz deməli həqiqətən də mübtəda vəzifəsindədir. Ona görə bu cümlənin mübtədası olacaq. Çay içirsən. Çay içirsən deyəndə yenə də çay sözü nə sualına cavab verə bilər. Amma içirsən sözündə sən, ikinci şəxsin təkinin şəxs sonluğu var. Deməli bu cümlədə əgər mübtəda olsaydı belə olacaqdı. Sən çay içirsən. Sən sözü olmadığına görə deməli bu cümlədə mübtəda yoxdur. Çay sözü də cümlənin mübtədası ola bilməz. Çünki çay sözü həm nə sualına cavab verir, həm nəyi sualına cavab verir. Onu içirsən, bunu içirsən demək olur. Demək olursa, deməli çay sözü qeyri-müəyyən təsirli haldadır və cümlənin tamamlığıdır. Bazardan balıq aldıq. İlk baxışda elə görünür ki, balıq sözü mübtədadır. Amma yenə də şəxs sonluğuna nəzər salsaq, burada iç şəxs sonluğundan istifadə olunub. Bu da birinci şəxsin cəmini bildirir. Məsələn, biz aldıq, biz yedik, biz götürdük, biz qoyduq və s. Deməli, burada birinci şəxsin cəmindən söhbət gedir və mübtəda cümlədə yoxdur. Mübtəda cümlədə olsaydı belə olacaqdı. Biz bazardan balıq aldıq. Və bu mübtəda cümlədə olmadığına görə bu cümlədə mübtəda yoxdur. Balıq sözü də cümlənin mübtədası ola bilməz. Çünki həm nə sualına cavab verir, həm nəyi sualına cavab verir. Çünki qeyri-müəyyən təsirli haldadır. Nəyi aldıq? Balığı aldıq. Bu da olacaq cümlənin tamamlığı. Bu bazardan sözünə də sual versək, haradan sualına cavab verir? O da cümlənin olur yer zərfliyi. Amma balıq dadlı idi cümləsinə baxaq. Dadlı idi. Nə dadlı idi? Balıq. İndi baxırıq balıq sözünə. Görək hələ bu söz qeyri-müəyyən təsirli haldadır, yoxsa həqiqətən də mübtəda vəzifəsindədir. Onu dadlı idi. Onu dadlı idi demək olmaz. Çünki burada qrammatik cəhətdən əlaqələnmə olmaz. Cümlənin mənası uyğun gəlməz. Məntiqi cəhətdən də heç qətiyyən uyğunluq yaranmaz. Ona görə də balıq sözü adlı halda olan sözdür və cümlənin mübtədasıdır. Nə dadlı idi? Balıq. Burada nəyi sualın vermək olmur artıq. Belə nümunələrdə diqqətli olun.